Vallahi Qudsi hədisdə Allah Teala bildirir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Allahdan rivayet eləyir. Qudsi hədis ona deyilir. Allah Teala bildirir ki: "Və in zəkarani fi nefsihi zəkartuhu fi nefsi." Qulum məni özündə zikr etsə, mən də onu özümdə zikr edirəm. "Və la in zəkarani fi mələin zəkartuhu fi mələin xeyrin minhu." Qulum məni bir toplumda yad eləsə, mən onu və ya onların hamısını onlardan daha xeyirli toplumun yanında yad edərəm. Bu məclisdən yoxdur ey qardaşlar. Bu məclisdən xeyirli məclis tapa bilərsən? Yoxdur belə məclis. Yoxdur belə məclis ki, sən oradan qalxanda sənin günahların bağışlansın. Yoxdur. Bəziləri görsən, namazdan sonra və ya işdən, gücdən sonra, onlar hamımız olar. Hamı istəyir bir dənə, arada nəsə bir dənə əyləşsin, dərdləşsin, desin, gülsün. Bu normaldır, yəni insan halıdır. İstəyirsən evdə, ailədə, istəyirsən bir 5-6 yoldaşla, qardaşla, dostla, tanışla. Olar. Amma daimi yoxdur ha. Daimi imanı artır. Daimi imanı artır. O qədər məclislər var ki, biz onlarda əyləşirik, dəyərli qardaşlar. Zikir yadımızdan çıxır. Sonda hansısa qardaş bir dənə deyir ki, gəlin bir dənə zikr eləyək. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim bir məclisdə əyləşsə, orada zikr eləməsə, uzun qulaq leşinin üstündən qalxmış ki, belə deyil bizim məclislər. Bizim məclis əslində zikr üzərində qurulmalıdır. Ehtiyac olsa dünya da daxil olur, sonra çıxır. Başdan sona qədər bizdə zikr olmalıdır. Peyğəmbər